Hər vaxtınız xeyirli olsun. Bakı Apellyasiya Məhkəməsində təqsirləndirilən 15 nəfər Ermənistan vətəndaşının məhkəmə prosesində təqsirləndirilən şəxslər və onların müdafiəçilərinin apellyasiya şikayətinin əsaslandırılması üzrə çıxışlarının icrası ilə davam etdirilir. Təqsirləndirilən şəxslərin böyük əksəriyyəti eyni zamanda onların hüquqlarını müdafiə edən vəkilləri çıxışlarının icrasını böyük hissəsi yekunlaşdırıblar. Digərləri isə bu günləri davam etdirirlər çıxışlarının icrasına. Eyni zamanda təqsirləndirilən şəxslər də, həmçinin onların vəkilləri də müxtəlif vəsadətlər təqdim edirlər məhkəməyə. Eyni zamanda onlar konfidensial görüşlər istəyirlər, xahiş edirlər məhkəmədə və təbii ki, qanun çərçivəsində olan vəsadətlər də müzakirəyə çıxarıldıqdan sonra təmin olunur. Məhkəmə prosesində çıxış edən həm təqsirləndirilən şəxslər, həm də onların müdafiəçiləri 5 fevral 2026-cı il Bakı Hərbi Məhkəməsinin hökmünün ləğv olunmasını və təqsirləndirilən şəxslərin barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edirlər. Onu da qeyd edək ki, təqsirləndirilən 15 nəfər Ermənistan vətəndaşı Azərbaycana və xalqımıza qarşı çoxsaylı cinayətlər, o cümlədən sülh və insanlıq əleyhinə cinayətlər törətməkdə təqsirli bilinirlər. Onlardan 5 nəfəri 1-ci instansiya məhkəməsinin hökmü ilə ömürlük azadlıqdan məhrum olunub, digərləri isə 16 ildən 20 ilədək azadlıqdan məhrum etmə cəzasına məhkum olunublar. Məhkəmə prosesi bu dəqiqələrdə davam edir və biz xəbərlərin növbəti buraxılışında daha geniş məlumatların əksini tapdığı reportajımız olacaq ki, onda tamaşaçıların diqqətinə çatdırmağa çalışacağıq deyərək sözü yenidən mərkəzə, studiya ötürürük.